Salam hörmətli izləyicilər. Sizlə yenə Qəza əleyhinə kursların məşqçisi Agil Rəhimovdur. Bu Nərimanov rayon Asan Xidmətli onun yanındakı yoldur və kəsişir Ziya Bünyadov küçəsi ilə. Burada yeni sürənlər üçün bir böyük təhlükə var. Hətta təcrübəli sürücülər də bu məsləhətə qulaq assalar xeyir taparlar. Sağa döngə var, sağa yol ayrıcıdır, yol ver işarəsi var. Və mən biləni heç o Ziya Bünyadov tərəfdən baş yol işarəsi yoxdur. Yoxdursa ora nişan qoyulsa yaxşıdır. Bu bir. Amma əsas fikrim o deyil. İş orasındadır ki, sağa dönənlər sağdan dönməlidirlər. Amma burada iki zolaqdan dönürlər avtomobillər. Və ən böyük təhlükə odur ki, soldakı avtomobillər sağa dönəndə biz tərəfə yox, sol tərəfə baxırlar. Bax, bu dəqiqə ağ maşının sürücüsü çox ola bilsin ki, sola baxır və biz qabağa geçsək, bizi vura bilər. Bu qara avtomobil bizə vura bilər. Bir balaca qazdan ayağımızı çəkirik ki, biz bilirik ki 10 nəfərdən 9-u bu dəqiqə sola baxır. Geçsək bizi sol tərəfdən vuracaq. Və avtomobili buraxırıq və sonra ehtiyatla sağa dönürük. Özdə birinci avtobus zolağına dönmək lazımdır. Ondan sonra sola dönmək lazımdır. Yoxsa Ziya Bünyadov tərəfdən sürətlə gələnlər bizi vura bilərlər. Məsləhət bundan ibarət idi ki, deməli, ehtiyatlı olasınız. Soldakı avtomobillərin, sürücülərinin sola baxmasına görə özünüzü qoruyasınız döngədə. Diqqətinizə görə çox sağ olun.